Xameyni səssizliyi pozu. Burada bir, tabii ki tez-tez o fotosuna rast gəlirsiniz. Burada da bir fotosu var. Çoxdan idi elə medianın özü də. Məsələn ki, onu axtarırdı, hansı sualları yönəltmək istəyirdi. Amma onu tapmaq çox çətin olmuşdu. Deyirdilər, elə bir yerdə, yəni bunkerdə dayanıb, qalıb, gizlənib, belə deyək də, yəni orada internet yoxdur. Digər onun istifadə edəcəyi yəqin işıq var. Amma internetin olmaması təbii ki, ola bilər. Yəni ondan hansı xəbərə cavab almaq üçün və ya hansı xəbəri ötürmək üçün bir neçə adam vasitəsilə bunu reallaşdırırdılar. Amma deyirlər, indi artıq Xameyni səssizliyi pozub. İranın ali dini lideri Əli Xameyni İranın Amerikanın Qətərdəki hərbi bazalarına hücumundan sonra səssizliyi pozub. Yəni İranın Amerikanın ABŞ-ın Qətərdəki hərbi bazalarına hücumdan sonra səssizliyi pozub. Unikal xəbər verir ki, Xameyni yəni öz sosial hesabında yazıb. Yazıb ki, biz heç kimə qarşı aqressiya nümayiş etdirməmişik. Lakin özümüzə qarşı təcavüzə yol verməyəcəyik və heç kimin təzyiqinə də tabe olmayacağıq. Bu İran xalqının prinsipi məntiqidir. Amma arada bir dəfə də o açıqlama vermişdi ki, biz sadəcə olaraq yəni hücumlardan özümüzü müdafiə edirik. Sara Səfrə Bahadur'dan.